Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bugün planlaşdırılmamış, tam səmimi bir vlogla qarşınızdayım. Bacım, mən və uşaqlar şəhərdə gəzirik. Yoldayıq, qardaşımgilə gedirik. Nilay, Fayda dondurma aldıq. Uşaqlar darıxmasın deyə gəzə-gəzə gedirik. Əslində avtobusla gedə bilərik bu yolu. Sadəcə olaraq biz istəyirik ki, yada gəzək. Yenə qonaq ya. Deyirəm də bunlar burada olanda mənim günüm dolu keçir. Heç darıxmağa vaxtım olmur. Sağ ol. Əslində bacım tez gedəcəkdi. Dedim getmə, bir gün də artıq qal, sonra gedərsən. Gəlimiz də hələ ki burdadır. Ona görə də fürsətdən istifadə elədik, bir yerə yığışdıq. Neçə vaxtdır ki, nə gəlimiz gəlir, nə bacım gəlir, nə də mən rayona gedirəm. Demək olar ki, neçə gündür evdən xəbərim yoxdur. Evdə təmizlik işləri apara bilmirəm. Çünki toy hazırlaşdıq, sonra toy oldu. Toydan sonra da ora bura bacımla gəzdik falan. Fikirləşdim ki, ev işlərini başqa vaxtda görə bilərəm. Əsas burada olmuşkən bunlardan vaxt keçirdim. Bilmirəm, bəlkə də səsimdən hiss eləyirsiniz. Üstünüzə sağlıq. Toydan sonra özümü narahat hiss elədim. Qrip olmuş kimiyəm, amma yüngül keçirdirəm. Çox yüngül keçirdirəm. Nə qızdırmam var, nə də ki belə şiddətli dərəcədə burnum, səsim tutulmuyor. Hər gün parastamol içirəm. Ümumiyyətlə deyirəm, parastamol çox yaxşı dərmandır. Mən onu həmişə içmişəm, hamilə vaxtında içmişəm, indi də içirəm. Elə hər gecə içib yatıram. Həm allergiya dərmanımı, həm də ki parastamol içirəm ki, ağırlaşmayım. Nə viruslu bilmirəm, hamı dəhşətli dərəcədə şikayətlənir. Hələ ki məndə çox şükür yüngül keçir. Bir də sizə demişdim ki, bu tindi alıb içməliyəm. Qripim getsin, ondan sonra gedim onu alım içim. Mən düşünürəm ki, mən o tindi içdiyimə görə, ona görə mən virusları çox ağır şəkildə keçirtmirəm. Ayaq üstə çox yüngül keçirdirəm, maşallah olsun. İndi vaxt edən kimi gedib Rahimi götürməyə gedəndə həmin aptekin yanından keçirəm. O aptekdən o tindini alacağam, sizə də göstərəcəm. O kapsul formasında olanı alacağım. Tozu deyirlər ki, çox acı olur, içmək qeyri-mümkündür. Mən də ona görə risk eləmirəm tozu almağa. Deyirəm birdən alaram, içə bilmərəm, heyf olar. Amma mən kapsulunu içmişəm, ona görə də elə düşündüm ki, bu dəfə də kapsulunu alım. Hansı aptekdən neçəyə alıram, hamısını sizə göstərəcəm növbəti vlogumda. Bir də ki, arıqlamağıma da davam eləyirəm qızlar. Mənimlə başlayıb arıqlamaq istəyənlər necə gedir sizdə vəziyyət? Mən elə 63 kiloda qalmışam. Açığı bu aralar yeyirəm, marojna da yeyirəm, yemək də yeyirəm. Ancaq ki, kökəlmirəm. Çünki mən düşünürəm ki, çoxlu gəzirəm. Bir də hansısa məsəl üçün bu günlərim çox yemək yeyirəmsə, onun səhəri günü çalışıram ki, çox az yeyim. Ac qaldığım saatları çoxaldıram və bir də belə bir şey var. Əgər siz arıqlamaq istəyəndə həmin günü tez çəki get. Tərəziyə çıxanda eyni çəkini göstərsə də, ancaq piydən gedir. Əlamətləri olur. Əllərin və ayaqların soyuması olur. Tez-tez üşüyürsən, ac qalanda halsızlıq olur. Bədəndə yüngüllük hiss eləyirsən, şişkinlik azalır, tərləmə dəyişir. Paltarlar boş gəlir əynə, qarın hissəsinin yumşalması və kiçilməsi istəyirsən. Səhərlər daha yüngül oyanırsınız yuxudan. Bunların hamısı arıqlamaq üçün əlamətlərdir. Sadəcə piy yananda, kalori gedəndə bədəndə bu əlamətlər olur. Biz də elə bilirik ki, məsəl üçün yemək yeməmişik, ona görə halsızlıqdır. Yemək yemirik, ona görə üşürük. Əslində elə deyil. Sadəcə də biz yemək yemirik, bədəndə kalori gedir, piy yanır. Onun da əlamətləri bədəndə belə dəyişikliklərlə, belə reaksiyalarla göstərir. Bugün evdə işləri görürəm, məsəl üçün təmizlik işi görürəm. Səhər bir dənə yumurta soyutması yemişəm. Günortaya da 2-3 dənə kartof qaynadacağam, onu yeyirəm. Kartof soyutması yeyəcəm və axşama heç bir şey yeməyəcəm. Çünki bu ara çox yemək yemişəm. Yediklərim piyə çevrilməsin deyə özümü ac saxlayacağam ki, günün çox saatında ac qalacağam ki, o yediklərim piyə çevrilməsin. Bir də çoxlu gəzirəm hər gün. Hər gün Rahimi bağçadan ya da gedib götürüb gəlirəm. Baxıram, su səsi gəlir. Həm yağış yağır, həm də gün çıxır. Hər şey baş verdi də bu aprel, may aylarında. Hər cür hadisə gördük. Həm güləş var, həm də yağış yağır. Yağış, həm də gün çıxır. Göstərdim, həm bir tərəfdən yağış yağır, həm də bir tərəfdən gün çıxıb. Evi təmizləyirdim, görürəm çöldən su səsi gəlir. Baxıram ki, yağış yağır, ona görə də istədim ki, sizə də çəkib göstərim. Təbiət doğrudan da çox qəribə olubdu. Nə eləyirlərsə, necə olursa bilmirəm. Hər şey baş verir. Nəysə ki, belə çoxdandır demək olar ki, evi dərindən təmizlik işləri aparmırdım. Ona görə də dərindən bu otağı təmizlədim. Növbəti vloqumda da təmizlik, mətbəxim olacaq. Mətbəxi də təmizləyəcəm. Onu da bir ayrıca gün elədim. Mən ümumiyyətlə evdə təmizlik edəndə otaqları hansısa bir günlərdə eləyirəm. Yəni bir günə bütün evi
bütöv təmizləmirəm. Əgər yəni dərindən təmizləyəcəmsə, ayrı-ayrı günlərdə eləyirəm. Bu günlərin bu otağı təmizlədim dərindən. Əslində istəyirdim pəncərələri də yenə siləm, amma görürəm ki, bu aralar dayanmadan yağışlar yağır. Ona görə də düşündüm ki, silməyə dəyməz. Həm də ki, inşallah ki, burada son aylarımızdır. İnşallah keçəcəyik. Keçəndə də bir dəfəlik təmizləyəcəm. Bəlkə də pəncərələri silmədim, ehtiyac da olmadı. İndi inşallah kim köçüb burada qalarsa, yaşayarsa, o özü silər. Mən dərin amma təmizlik eləyib çıxacağam son. Çirkli vəziyyətdə çıxmayacağam. Ev dərindən təmizləyəcəm. Yadımdadır biz bu evə köçəndə evin polları da kleyli çirklər var idi. Mən onları bir-bir təmizləmişəm poldan. Neçə dəfə xlorla silmişəm. Evin iyi qoxusu getmirdi. Bilmirəm burada kimlər necə yaşamışdısa. Bu evi demək olar ki, bir həftəyə iyin qoxusunu apardım. Yumuşla sildim, xlorla silirdim polları. İyi elə bil ki, çökmüşdü bu evə. Qəti şəkildə getmirdi. İşə gedirdik gələndə axşam evin qapısını açanda çox qəribə ağır bir iy vururdu bizi. Sıraza evə girən kimi pəncərələri açıq qoyurdum ki, havası dəyişsin. Nəhayət o iydən elə canım qurtarmışdı. Ona görə də düşünürəm ki, harda yaşayırsan fərqi yoxdur. Təmiz saxlamaq lazımdır. Ən azından mən buradan köçəndən sonra istəmirəm kimsə gəlsin, baxsın, desin ki, burada yaşayan niyə buranı bu günə qoyub zat falan, mənim arxamca belə biz düşünsün. Evi təmiz silib ondan sonra çıxacağam. Hava günəşli idi deyə məndə belə 2 dənə cehiz döşəyim var. Bunu kimsə bizə gələndə bunda yəni yatırlar da istifadə olunur. Bu vaxt qızlara cehiz döşəyə yastıq, yorğan verirdilər, yadınıza gəlir. O vaxt elə dəb idi də, yastıq döşəyə vermək cehizlikdə. Amma mən vaxtımda 2 dənə dəbə düşmüşdü də, çox yox. Əvvəllər 6 falan verirdi, 6 dənə, 4 dənə, 8 dənə belə verirdilər. Mən vaxtımda 2 döşə, 2 yastıq dəbdə idi. Onu da, bunu da mamama qoymurdum, deyirdim istəmirəm, məcbur eləmişdi. Ki, mən özüm gələndə sizə deyirdi, onu da yatacağım. O addan məni razı saldı, belə düzəltdi. İndi dedim, hava günəşlidir, bunları balkona belə qoyum. Gün vursun, hava vursun, yaxşı olsun. Mən eləyirəm, yayda da tez-tez eləyirəm. Yayın günü pis olur, amma çalışıram o gün batana yaxın, ya səhər tezdən belə açıq havada saxlayıram arada. Bugün özümü narahat hiss elədim, işə getmədim. Rahim bağçada, Nilay məktəbdə təkəm. Amma özümü narahat hiss eləsəm də dedim, yavaş-yavaş işləri görüm. Toyda oldum, elədim, ev disiplinindəydim. Yavaş-yavaş təmizləyirəm. Bu 2 dənə yastıq var, bu qırmızıları. Bunları sonuncu dəfə mamam düzəltmişdi. Elə belə mənə verdi ki, divanın üstə qoyarsan. Onu da gətirdim, sonra mamam da vəziyyəti elə pisləşdi. Qıyıb istifadə eləmirdim də. Bir dənə bacım uşaqları gələndə onlara vermişəm, onlar yatıb. Belə istifadə eləmirəm onu. Nəsə elə saxlamışam. Nəysə, bugün gözəl hava var. İnşallah ki, havalar düzələr, yaxşı olar. Da özümə 3-4 dənə kartof qaynadıram. Bunu yiyəcəm. Həm diyeta saxlayıram, həm də ki, biraz özümü narahat istəyirəm deyə yağlı yemək falan yemirəm ki, düzəlsin mədə bağırsam. Təzə kartoflu qabıqlı qaynatdım. Yumuşam amma təmizdən özü yumuşam. Və qızlarla danışırıq. Deyirlər ki, rayonda yaşayanlar daha çox iş görür. Şəhərdə yaşayanlar isə ev işləri az olur. 4 divarda da yudu sildi, yıldı ora, vəsiyo, bitdi. Amma mən düşünürəm ki, çox səhv fikirdir. Elə o səhv fikri deyənlərə də irad bildirdim ki, çox səhv düşünürsən. Mən biri 4 divarda da olsam, yəni 4 divar deyilən bina evini nəzərdə tuturlar. Mən burada yaşasam da, mən heç vaxt yadıma gəlmir ki, mən oturum, heç bir iş görməyim, bütün günü çay içim, yatım, dincəlim. Şəxsən bax, indi burada bu ev işi görəndə, təmizlik işləri görəndə mənim dəhşət dərəcədə yuxum gəlir. Amma mən yatmıram, çünki evi təmizləməliyəm. Əksinə, bina evi olduğuna görə hər gün yerə yığışdırasan. Ümumiyyətlə, hər şeyi nəysə götürəndə yerinə qoymaq lazımdır ki, çünki adamın əlinə, ayağını dolaşır doğrudan da. Evdə çox səliqəsiz görsənir. Çünki bu həyət yox, çıxasan həyətə, başqa bir gözün nəsə görsün. Ancaq evə baxırsan deyə, ona görə ev maksimum səliqəli olmalıdır. Mən belə düşünürəm. Ancaq rayonda yaşayanlar, mən özüm də rayonda
burada böyümüşəm də, rayonda doğulub böyümüşəm. Rayonda yaşayanlar valla səhər dururlar, işlərini görürlər, gün orada yeyirlər, içirlər, yuyurlar, yığırlar, sonra yatıb dincəlirlər, sonra bir yenə dururlar, elə işlərini görürlər, elə həyat yaşayırlar. Baxmayaraq kənddə, rayonda yaşayırlar, çox adam nə həyatında, nəsə əkir, nə maldarlıqla məşğul olur. Yəni şəhər həyatı yaşayır. Maşallah olsun, çox adamın da indi evinin şəraiti heç şəhər evinin şəraitindən seçilmir. Qonşularla da ünsiyyət olur, bir-birlərinə gedirlər, gəlirlər, söhbət edirlər, hələ bir vaxtları da olur. Amma şəhərdə elə deyil, vaxt qəti şəkildə çatdırmaq olmur. Mən indi baxın evi təmizləyirəm də, mən əslində burada yuxum gəlir, amma yatmıram ki, işlərimi görüm və bu işi görüb bitirməmişəm, hələ saat 5 olubdur. 1 saata Rahimi bağçadan götürmək lazımdır. Yeri gələndə mən burada belə böyük bir iş görmədim, amma bir otağı təmizləmək nə qədər vaxtım getdi. Mənə gəlir ki, şəhərdə vaxt söhbəti var, çatdırmaq olmur. Amma rayondakılar elə deyil. Yatırlar, dincəlirlər gün orta. Amma biz qaça-qaçdan vaxt eləyə bilmirik ki, 5 dəqiqə yorğunçuluğumuz çıxsın. Yəni mən düşünürəm ki, elə də deyil. Mənim fikrimdir. Siz necə düşünürsünüz? Rayonda iş çoxdur, yoxsa şəhərdə? Hələ işləyirsənsə, ümumiyyətlə heç bir şeyə vaxt çatdırmayacaqsan. Heç əynivə gedib paltar almağa bir də vaxt tapmırsan. Mən işlə, sıx qrafikdə işlədiyim vaxtlarda inanırsınız əynimə paltar almağa, uşaqlarıma geyib paltar almağa vaxt tapa bilmirdim. Həftə sonu gözləyirdim ki, gedəm, nəsə alım. O da ki, çatdıra bilmirdim. Qaça-qaçdan o mağazaya get, bax, buna bax, bunu bəyənmə, onu bəyən, nə bilim, bax, belə qaça-qaçdan güclə çatdırırdım. İndi düzdür, iş qrafikimiz biraz sərbəst olub, rahat olubdur. Çünki veriliş yoxdur, ona görə də işə gedibimiz olanda çıxa bilir. Hələ mən burada o hissələri çəkmədim. Hamam tualeti də dərmanladım, yudum, təmizlədim. Qoy o da təmiz olsun. Ora bir dənə mətbəxlə yataq otağını təmizləyəcəm. Bir də Temudan qəşəng bir şeylər zakaz vermişəm. Orqanizerlər zakaz vermişəm kosmetika üçün. İndi dəbdə olanlardan zakaz vermişəm. İnşallah onu da göstərəcəm sizin. Sizdən bir şey xahiş edəcəm. Əgər mənim kanalıma abunə deyilsinizsə, mütləq kanalıma abunə olun. Vloglarımı yaxınlarınızla paylaşın. Vloglarımı WhatsApp statuslarınıza paylaşın. Mənə dəstək olmaq üçün, kanalımın sürətli şəkildə böyüməyi üçün. Son vaxtlarda fikir verirəm ki, vloglarımı daha çox çəkdikcə baxışlarda çox gəlir və abunəm də gəlir. Yəni yeni də izləyicilər qazanıram. Ona görə də mənə yenə də dəstək olmağı unutmayın. Sizin dəstəyinizə ehtiyacım var. Mütləq kanalıma abunə deyilsinizsə, kanalıma abunə olun. Burada isə mən artıq işlərimi yekunlaşdırıram, televizoru silirəm. Bizim televizorun üzünün ləkə deyil. Rahim balaca vaxt çay qaşığını da möhkəm vururdu. Elə televizorun üzünün təmiz cızıq-cızıq edir. Bu televizorda artıq 2016-dan bizdədir. Vaxtı da keçir. İnşallah keçəndə təzələyəcəyik. Bu da ev tərtəmiz. Hər yeri sildim. Rahimin şəkli hələ burada qalır. Bağçada çəkmişdilər bayramda. İşte belə. Gözünü də gətirib buraya sadə taxıb. Qəşəng günəşli hava var. Mən də işlərimi görmüşəm, biraz bitirmişəm. Az qalıb. Mən stolu bura keçirdim. Gördüm burada çox ortada qalır. Derim belə yaxşıdır. Pərdən çəkmişəm ki, gün vursun içəri. Həm də buradan da belə milçək kimi bir şeylər girir içəri. Bu nədir bilmirəm. Əvvəl burada belə şeylər yox idi. Ona görə pərdən belə çəkdim. Yuxum gəlir, dəyişət. Gedirəm Rahimi bağçadan götürəm gələm. Ta gec gələcək. Baxmayaraq ki, özümü narahat hiss edirəm, amma yürüyüş olsun deyə evdən düz İnşaatçılar metrosuna qədər piyada getdim. Probkadır yox. Yol probkadır. Dedim elə yaxşı ki, piyada getdim, havada qəşəng idi. Rahimi də götürüb piyada geri qayıtdıq. Mənim uşaqlarım bu şeydə yaxşıdır ki, gəzməyə yaxşıdırlar. Burada da dedi ki, mən market istəyirəm. Dedim, onda böyük Bravoya gedərik. Çünki elə yanından keçəcək. Əlində gördüyünüz qaliki də Bravoda yerə qoymaqla orada uşaqlar kimsə götürdü, tapa bilmədik. Sonra da ağlaya-ağlaya və qayıtdıq. Mən gəlmişim marketə. Bəzi şeylər götürdüm, qreçka falan. Belə kuslamalılar. Вот, Rahim. Götür, götür. Она большая. Koy bura. Купили это.
Da. Bravo'da indirimlər var idi. Mən də qərarsız qaldım. 2 dənə Ankara 3 manat eləyirdi və burada aldığım makaron isə 1 manat idi. Əvvəl istədim Ankaranı götürüm, çünki Ankaranın makaronları çox qəşəngdir. Ona yapışmır, xəmir kimi olmur, həm də ki çox ləzzətli olur. Mən də dedim ki, 2 manata 2 dənə götürürüm. Yoxlayacağım görüm bunun dadı necədir. Rahimlə marketdə olanda Nilaya dedim ki, məktəbdən çıxmışdı, gəl marketə. O da gəldi Bravo'ya. Bir yerdə biraz alış-verişimiz elədik. Bəzi konfetləri aldıq, sonra isə getdik evə. Yasamalda büyük Bravo var. Orada bazı şeyler aldım. 1 manataydı bu. Aldım yoxdum görünəcək makarondu. Bu ancaq deyəsən Bravo'da olur. Sonra belə bir Hicazın toyuğunu aldım. 1 manat 36 qəpiyə belə qreçka aldım. Hicaz nə qədərdir? 5.76. Sonra Millan bu qatığı qaymaqlı olan çox qəşəng qatıq. Bundan aldım. Rahimə bu qısına mama. Bunun dadı elə qəşəngdir. Uşaq vaxtı biz yediyimiz kukuruzun dadını verir. Bunu Nilay götürüb özünə Doritos. Belə bir konfet aldım. Artıq Arazdan heç bir konfet almıram. Geçən dəfə quru çıxdığına görə. Amma Bravo'dan aldım. Qəşəng konfetdir. Belə uşaqlara 2 dənə Müminin südün. Kahve südünü aldım. Emindim Rahimə. Bir dənə belə kofe götürmüşəm. YouTube'a uyğun konfet götürmüşəm. Bu nə qədər elədi? 1.69. Belə bir böyle götürdüm. Trufali. 1.48'e. Bir də Doktor Milk'in varoqun götürdüm. Bilirsiniz də Doktor Milk'in məhsulları qatqısızdır, ziyansızdır. Ən keyfiyyətlilərindəndir Doktor Milk məhsulları. Mən belə aldım yeməyə. Qaşıqla elə yeyəcəm. Bu mənim elə alış-verişim elədi. 26 manat 37 qəpik elədi. Qədər. Artıq axşamdır, axşama yemək hazırlayıram. İnşallah ki, mənim bu vlogumu da bəyəndiniz. Yavaş-yavaş vlogumu yekunlaşdırıram. Əgər mənə dəstək olmaq istəyirsinizsə, vloqlarımı WhatsApp statuslarınızdan paylaşın. Növbəti vloqlarda görüşərik.